36-cı sual. 36-da deyir, hansı sözdə birinci hecanı sətrin sonunda saxlamaq olmaz? Bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq olmaz. Ona görə də cavab olacaq 36-da E bəndi. 37-ci suala baxaq. 37-də deyir, cinciltili qarşılığı olmayan çar samit işlənmiş sözü müəyyən edin. Cinciltili qarşılığı olmayan çar samit H samitidir. H samiti ilə də başlayan söz, ümumiyyətlə işlənmiş söz olacaq hədiyyə sözü. 37-də cavab olacaq C bəndi. 38. 38-də deyir, ahəng qanunu hansı sözdə pozulmuşdur? Səhrai sözündə ahəng qanunu pozulub, digər sözlərdə isə pozulmayıb. 39. Ahəng qanununa tabi olan sözü müəyyən edin. A bəndində E və A biri incə, biri qalın olduğuna görə burada ahəng qanunu pozulub. B bəndində E və A yenə də biri incə, biri qalındır. Epopeya sözündə də yenə də E var, O var, A var, həm qalın, həm incə sait var. Şükufə sözündə də Ü və U. Ü incədir, U qalındır. Amma bünövrə sözündə hamısı saitlərin hamısı incədir. Ona görə 39-da olacaq D bəndi. 40. 40-da deyir, hansı sözdə q samitinin çar qarşılığı var? Q samitinin çar qarşılığı olacaq k samiti. K samiti də tələffüz üzərində götürürük bizdə. K samiti də k kimi nə vaxt tələffüz olunur? Ya qoşa q'larda birincisi k kimi tələffüz olunur, ikincisi q kimi, ya da sözün ortasında çar samitdən əvvəl gələrsə, yəni q-s birləşməsində, q-t birləşməsində. Məsələn, burada E bəndində nöqtə sözü var. Nöqtə sözü belə tələffüz olunur. Olacaq cavab E bəndi. 41-ə baxırıq. 41-də deyir, hansı qoşa samitli sözün tələffüzü yazılışından fərqlənir? Tıqqıltı sözündə bayaq qeyd elədik burada. Qoşa q'lar olan sözlərdə birincisi çar qarşılığı kimi tələffüz olunur. Cavab olacaq B bəndi. Digərlərinin yazılışı ilə tələffüzü fərqlənmir. 42. Hansı cərgədəki sözlərin hamısı incə saitlidir? İncə saitlər E, Ə, İ, Ö, Ü. Hamısı incə saitlidir deyirsə, elə cavab olacaq A bəndi, amma digər bəndlərə də baxaq. Məsələn, mehriban sözündə qalın sait var, şagird sözündə qalın sait var. D bəndində ümumiyyətlə incə sait yoxdur, hamısı qalındır. E bəndində də sahil sözündə qalın sait var. 43-cü sual. Hansı sözdəki bütün samitlər çar qarşılığı olmayan cinciltili samitlərdir? Çar qarşılığı olmayan cinciltili samitlər elemenerdir. Yadda saxlamaq lazımdır ki, burada sözün tələffüzündən söhbət gedir. Yəni yazılışından söhbət getmir. Ola bilsin ki, yazılışda hər hansısa bir samit olsun, amma tələffüzdə o samit başqa bir səslə əvəz olunsun. Mütləq tələffüzü yazmaq lazımdır. Məsələn, namərdlik sözündə, varranmaq sözündə, məsələn, burada varranmaq sözündə bütün samitlər cinciltili kimi görsənir, amma söz sonundakı q, x kimi tələffüz olunur. Səməni sözündə s var, s çar samitdir, B bəndi olmayacaq. Gülləbaran sözündə c ilə b samitlərinin çar qarşılığı var. Bizə lazımdır ki, hamısının çar qarşılığı olmasın. Söndürülmək sözündə də yenə də s çardır, amma minarə və normal sözlərində hamısı cinciltili, daha doğrusu çar qarşılığı olmayan cinciltili samitlərdir. 44. Hansı sözdə 44-cü sual görsən? 44-də deyir, hansı sözdə çar samit cinciltili tələffüz olunur? Çar samit cinciltili kimi tələffüz olunan samit qoşalığı qoşa p-lardır, qoşa t-lar, bir də qoşa ç-lardır. Bu samitlərdən ikincisi öz cinciltili qarşılığı kimi tələffüz olunur. Məsələn, p-b, qoşa t-lar t-d, qoşa ç-lar isə ç-c kimi tələffüz olunur. İndi baxaq görək bu qaydanın hansına uyğun söz var burada. Məsələn, burada hoppanmaq sözü var. Hoppanmaq sözü belə tələffüz olunacaq. Hoppanmaq, hoppanmaq. Cavab olacaq E bəndi. 45.
45-də deyir, hansı sözdəki bütün samitlər çar qarşılığı olmayan zincirtili samitlərdir. Bayaq qeyd eləmişdik burada, elemenir. Onlar olmalıdır. Dərman sözündə d var, A bəndini çıxdıq. Məcnun sözü məcnun kimi tələffüz olunur, D bəndini çıxdıq. Harınlıq sözündə h var, çar samitdir. Məhrəm sözündə də h var. Olacaq cavab B bəndi, mənalı sözü. 46. Sözlərdən hansında yanaşı işlənən saitlər bir uzun sait kimi deyilir? Yanaşı işlənən saitlər bir uzun sait kimi deyilir. Bu eyni sait qoşalığına aiddir. Çünki sözdə eyni saitlər işlənərsə, məsələn sözün ortasında və yaxud sözün sonunda eyni sait qoşalığı işlənərsə, onların biri tələffüzdə düşür, biri uzun tələffüz olunur. Təbii sözündə də yazılışda 2 dənə i var. Amma tələffüzdə olacaq təbii, i'nin biri düşəcək, biri uzun tələffüz olunacaq. Amma bunlarda elə bir hal baş verməyəcək. Məsələn, ailə, şair, zəif sözləri arasına y samiti əlavə olunacaq. Şura sözdə olduğu kimi qalacaq. Cavab oldu C bəndi. 17. Daha doğrusu 47. 47-də deyir, ahəng qanunu hansı sözdə pozulmamışdır? Bu tipli suallarda şagirdlər həmişə səhv eləyir. Məsələn, pozulmamışdırı soruşur. Bir də görsən, yazır, ahəng qanunu hansı sözdə pozulmuşdur? Belə suallarda diqqətli olmaq lazımdır. Bizdən soruşur, hansı sözdə pozulmayıb? Biologiya sözündə pozulub, südabə sözündə ahəng qanunu pozulub, bəyanat sözündə də pozulub, binokl sözündə də pozulub, apostrof sözündə isə pozulmayıb. Ona görə də cavab olacaq E bəndi. 48. Hansı sözlərdə saitlərin hamısı açıqdır? Açıq saitlər bunlardır. E, ə, a, o və ö. Baxaq. Cavab elə A bəndi olacaq, amma digər bəndlər də izah edeyim. Gənclik sözündə i var, i qapalıdır. Sonra dadlı sözündə ı var, ı qapalıdır. Hünər sözündə ü var, qapalıdır. Külək sözündə də ü var, qapalıdır. Ona görə cavab olacaq 48-də A bəndi. 49. Sözlərdən hansında ancaq dodaqlanmayan saitlər işlənmişdir? Dodaqlanmayan saitlər deməli olacaq E, ə, a, bir də I, i saitləri. Baxaq görək hansı var. Məhbubə sözündə u dodaqlanandır. A bəndini çıxdıq. Süzgəc sözündə ü dodaqlanandır. B bəndində çıxdıq. Murad sözündə u dodaqlanandır. C-ni də çıxdıq. Dözüm sözündə hər ikisi dodaqlanandır. Amma tabellik sözündə dodaqlanan sait yoxdur. Ona görə 49-da olacaq E bəndi. Digər suallara baxaq. 50. Sözlərdən birinin hecalara bölünməsi yanlışdır. Quruculuq sözü hecalara belə bölünməlidir. Quruculuq. Ona görə də cavab belə olacaq A bəndi. 51. 51-də deyir, hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur? Mühit, günəş, doğruluq sözündə ahəng qanunu gözlənilib, A bəndini çıxdıq. Cavab olacaq, abituriyent sözündə A qalındı, i incə. Deməli, ahəng qanunu pozulub. Katib sözündə A qalındı, i incə, ahəng qanunu pozulub. Müzakirə sözündə ü incədir, A qalındı. 51-də cavab olacaq C bəndi. 52. 52-də deyir, hansı cərgədə sözlərin hər ikisində ahəng qanunu pozulub? Batalyon sözündə ahəng qanunu gözlənilib, amma kitabxanada pozulub. Bizə lazımdır hər ikisində. Gümüş və orbit sözlərində. Gümüş sözündə ahəng qanunu gözlənilib, amma orbit sözündə pozulub. Türkiyə sözündə ahəng qanunu gözlənilib, Bənövşəyi sözündə də. Azərbaycan sözündə də ahəng qanunu pozulub. Annotasiya sözündə də 52-də olacaq E bəndi. 53. 53-də deyir, hansı sözlər ahəng qanununa tabe deyil? Casus, səadət və zühur sözləri. Deməli olacaq cavab 2, 4, 5. 2, 4, 5-də yox, üzr istəyirəm. Casus sözündə ahəng qanunu pozulmayıb. Qarışdırdım nəsə onu. Səadət və zühur sözləri olacaq 4, 5, B bəndi.
54. Hansı dərəcədəki sözlərdə ahəng qanunu pozulmuşdur? Qarğıdalı kəpənək sözlərində ahəng qanunu gözlənilib. Burulğan bədii sözlərində ahəng qanunu gözlənilib. Zəif bulvar sözlərində ahəng qanunu gözlənilib. Albalı və çiyələk sözlərində də. Nəşriyyat sözündə ə incədir, a qalındır. İqtisadiyyat sözündə i incədir, a qalındır. Deməli, burada ahəng qanunu pozulub. 54-də cavab olacaq E bəndi. 55. 55-də deyir, sözlərin hansında cinciltili samit iştirak etmir. Yenə də tələffüz üzərində olacaq. Sözlərin birinci tələffüzünü yazırıq. Püstə sözü püstə kimi tələffüz olunur. Xəttat sözü qoşa tığla olan sözlər. İkincisi necə tələffüz olunur? Cinciltili qarşılığı kimi. Xiffət sözü olduğu kimi qalacaq. Heç bir yazılış və tələffüz fərqi olmayacaq. Xiffət. Səyahət sözü də olduğu kimi qalacaq. Tənəffüs sözü də. Baxaq görək, cinciltili samit hansında iştirak etmir. Püstə sözündə var, D. Xəttat sözündə də var. A bəndi, B bəndi çıxdıq. Tənəffüs sözündə cinciltili samit var, N samiti. Səyahətdə də Y var. Cavab olacaq xiffət sözü. 55-də olacaq cavab D bəndi. 56. 56-da deyir, bir dəqiqə sual gör. 56-da deyir, qalın saitli sözlərin cərgəsini müəyyən edin. Qalın saitlər A, I, O, U. Qalın saitli sözlər sərin süzmə incə saitlidir çıxdıq. Üzüm sözü incə saitlidir çıxdıq. Dərin sözü incə saitlidir çıxdıq. A, B, D getdi. E bəndində tütək sözü incə saitlidir. Cavab olacaq 56-da C bəndi. Baba, quzu, qışlaq sözlərində hamısı qalın saitlərdir. 56-da C. 57-yə baxaq. 57-də deyir, hansı söz kökünün sonunda D samiti T kimi tələffüz olunur. Kəndə, kəndin sözlərində özündən sonra saitlə başlayan şəkilçi gəlib, ona görə də olduğu kimi qalacaq. Amma kənd sözü, əslində kənd sözü adi tələffüzdə belə tələffüz olunur. Söz sonundakı D öz çar qarşılığı kimi tələffüz olunur. Bu tipli sözlərə saitlə başlayan şəkilçi artıranda olduğu kimi qalır. Məsələn, A və D bəndində olduğu kimi. Amma özündən sonra samitlə başlayan şəkilçi gələndə yenə də T kimi tələffüz olunur. Ona görə də cavab olacaq 57-də B bəndi. 58. 58-də deyir, qoşa samitlərdən birincisi kar, ikincisi cinciltili tələffüz olunur. Qoşa samitlərdən birincisi kar, ikincisi cinciltili tələffüz olunursa, bu bayaqçı qaydadır. Məsələn, qoşa P samitləri, qoşa T və qoşa Ç samitləri. Məsələn, qoşa Ç'lərdən ikincisi öz cinciltili qarşılığı kimi tələffüz olunur. Məsələn, 8 sözü 8 yazılır, 8 deyilir. Bu da olacaq cavab C bəndi. Mütəkkə yazılır, mütəkkə deyilir. 59. 59-da deyir, cinciltili samitlə başlayıb cinciltili samitlə bitən sözlər dərəcəsini müəyyən edin. Külünc sözündə tələffüzdə külünc yox, külünc olduğuna görə kar samitlə bitir. B bəndini çıxdıq. Qasid sözü tələffüzdə qasit olur. Qasid. Külünc sözü də belə olur. Külünc. Barmaq sözü belə olacaq. Barmaq. Hər variantdan bir dənə sözü izah eləyirəm ki, düzgün cavabın niyə A bəndi olduğunu bilək. Yaylaq sözü. Deməli, ilk baxışda elə görünür ki, tutaq ki, burada hamısında sözün sonu cinciltili samitlə bitir. Amma bu qayda belə tipli suallarda mütləq tələffüz əsas götürülür. Məsələn, külünc sözünün sonundakı C, Ç kimi tələffüz olunur. Kitab sözünün sonundakı B, P kimi tələffüz olunur. Od sözü olduğu kimi qalacaq. Qasid sözü D ilə yazılsa da qasid kimi tələffüz olunur. Yaylaq sözü Q ilə yazılsa da yaylaq kimi tələffüz olunur. Barmaq sözü də barmaq kimi tələffüz olunur. Amma qara dinməz, rayon və qotaz sözləri olduğu kimi qalır. Ona görə də cavab olacaq A bəndi. 60.
60-da deyir, son samiti çar tələffüz edilən sözlər cərgəsini müəyyən edin. Çar tələffüz edilsin. Deməli, yazılışı və tələffüzü mütləq fərqlənməlidir. Bağ sözü olduğu kimi qalacaq. Buna görə də B bəndi ola bilməz cavab. Burada C bəndində obraz sözü, vətən sözü olduğu kimi qalacaq. Ona görə C bəndi də ola bilməz. D bəndində obyektiv sözü olduğu kimi qalacaq. D bəndi də ola bilməz. E-də də ulduz sözü. Amma A bəndində olan sözlərin hamısının yazılışı və tələffüzü fərqlənir. Məsələn, budaq sözü budaq kimi tələffüz olunur. Nifaq sözü nifaq ilə tələffüz olunur, alınma sözdür. Çəkic sözü də çəkic kimi tələffüz olunur. Bizə də deyir, son samiti çar. X çardır, K da çardır, Ç da çardır. Olacaq 60-da A bəndi. 61. 61-də deyir, sözlərin hansında uzun tələffüz olunan 2 sait var. Bundan əvvəlki testlərdə bu qaydanı mən izah eləmişdim. Yenə də burada başqa tipli sözlər var. Məsələn, tərifnamə sözündə tərif sözündə də uzanan sait var. Namə sözündə də uzanan sait var. Ona görə tələffüzünü yazaq. Tərif, namə. Amma dəyanətli sözündə A uzanır, bir dənə sait var. Afərin sözündə də afərin, A uzanır, bir dənə sait. Leytenant sözündə leytenant uzanan sait yoxdur. Qiraətxana sözündə də qiraətxana uzanan sait yoxdur. Amma deməli B bəndi olacaq 61-də. 62. Hansı sözdə C samitinin çar qarşılığı var? C-nin çar qarşılığı Ç-dır. Deməli, kassa sözü K ilə tələffüz olunur. Marka sözü də K ilə tələffüz olunur. Ləçək sözündə, düzdür, tələffüzdə yazıda Ç var, amma tələffüzdə belə olacaq. Ləçək. Ç, X üstü iştirik, daha doğrusu X üstü iştirik kimi tələffüz olunacaq. Seçki sözündə də yazıda Ç var, amma tələffüzdə belə olacaq. Seçki. Ona görə də burada Ç samiti sözün ortasında, iki saitin ortasında gəldiyinə görə olduğu kimi qalacaq. Ona görə cavab olacaq 62-də C bəndi. 63. Hansı sözlərdə uzun tələffüz olunan sait işlənmişdir? Malik sözündə A uzanır, rütubət sözündə U uzanır, Füzuli sözündə U uzanır, bir də təbii sözündə İ uzanır. Cavab olacaq 1, 2, 6, 7. O da olacaq D bəndi. 64. 64-də deyir, sözlərin birində X səsi işlənmir, yumşaq X. Çox güman ki, alınma sözü olacaq. Yenilik sözündə var, məktəb sözündə var, gərəkli sözündə var, yedək sözündə də var. Texnik sözü alınmadı, burada olmayacaq. Texnik sözü K ilə tələffüz olunur. 65. Tərkibində cingiltili samitlərin heç birinin çar qarşılığı yoxdur. Tərkibindəki cingiltili samitlərin heç birinin çar qarşılığı yoxdur. Yenə də söhbət gedir elementlərdən. Layihə sözündə Y-nin çar qarşılığı var. Domino sözündə D-nin çar qarşılığı var. Qüvvətli sözündə V-nin çar qarşılığı var. Məruzədə də Z-nin çar qarşılığı var. Limon sözündə isə heç birinin çar qarşılığı yoxdur. 66. 66-da deyir, hansı sözdə yumşaq X səsi var? Örpək sözünün tələffüzünü yazım. Örpək kimi tələffüz olunur. Cavab elə A bəndi. Digər bəndləri də izah eləyək. İnikas sözündə Ç söz ortasında saitlərin arasında gəlib olduğu kimi qalacaq. Təkhecalı sözlərdə olduğu kimi qalır tək-tük. Şərik sözü alınma sözdür. Burada X üstü iştirik kimi heç vaxt tələffüz oluna bilməz. Çərpələng sözündə də söz sonundakı C, Ç kimi tələffüz olunur. Örpək sözü öz sözümüz olduğuna görə 66-da cavab olacaq A bəndi. 67. Hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? 67-də cavab olacaq nümunə sözü. Nümunə sözündə nümunə
U uzun tələffüz olunur. Cavab olacaq D bəndi. 68-ə baxaq. 68-də deyir, hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Cavab olacaq A bəndi xəzinə sözü. Xəzinədə i uzun tələffüz olunur. Xəzinə bu formada tələffüz olunur. O da olacaq A bəndi. 69. Ahəng qanunun pozulduğu 69-cu sual görsənmir bir dəqiqə. 69-da deyir, ahəng qanunun pozulduğu uzun saitli sözü müəyyənləşdirin. Burada ticarət sözü olacaq. Ticarət sözündə ahəng qanunu pozulub, həm də ticarət sözündə A uzun tələffüz olunur. Ticarət belə tələffüz olunur. Ona görə burada C bəndi olacaq. 70. Sözlərdən birində uzun sait ikinci hecadadır. Sima sözündə birinci hecadadır. Yadigar sözündə ikinci hecadadır. Yadigar sözündə birinci hecadadır. Cadugar sözündə də birinci hecadadır. Heyrətamiz sözündə A uzun tələffüz olunur. Üçüncü hecadadır. Amma kimyager sözü belə tələffüz olunur. Kimyager. Bizə də deyir, uzun sait ikinci hecadadır. O da olacaq cavab A bəndi. 71. Sözlərdən hansının tərkibində dodaqlanan sait iştirak etmir? Dodaqlanan saitlər O, U, Ö, Ü. Bu saitlər iştirak eləməməlidir. Türbə sözündə var uzanan sait, dövlətlər arası sözündə də var. 1 ilə 3-ü çıxdıq, yerdə qaldı 2, 4, 5. 2, 4, 5 də olacaq C bəndi. 72. Hansı cərgədəki sözlərə saitlə başlanan şəkilçi artırdıqda ardıcıl olaraq qığı, çıya əvəzlənməsi baş verir? Qaynaq sözündə olur. Qaynaq sözünə saitlə başlayan şəkilçi artıranda belə olur, qaynağın. Amma mexanik sözündə olmur, alınma sözü. Deməli, A bəndi ola bilməz. B bəndində çörək sözündə olur. Məsələn, çörəyə hörmətsizlik etmək olmaz. Çörəyə nəyə? Burada olacaq, ixtioloq sözündə olmayacaq, alınma sözdür. Filoloq sözündə əvəzlənmə baş vermir, amma göbələk sözündə baş verir. Göbələyi. Göbələyi sevirəm məsələn. Texnik sözündə əvəzlənmə baş vermir, bioloq sözündə də baş vermir, hər ikisində baş vermir. Bizə lazımdır hər ikisində əvəzlənmə baş versin. O da olacaq, biri qaymaq sözüdür. Məsələn, qatığın, qaymağın yedim. Əvəzlənmə baş verdi. Bir də çəlləyi, nəyi burada da əvəzlənmə baş verdi. Olacaq cavab C bəndi 72-də. 73-cü suala baxaq. 73-də deyir, uzun saitli sözlər cərgəsini müəyyənləşdirin. 73. Deməli, mirvari sözündə A uzun tələffüz olunur. Səmimi sözündə I, natəvan sözündə də natəvan A uzun tələffüz olunur. Ona görə 73-də olacaq C bəndi. 74. Sözün sonundakı samitin çar və ya cinciltili olduğunu necə müəyyən etmək olar? Saitlə başlanan şəkilçi artırmaqla. Cavab olacaq A bəndi. Bu qaydanı necə izah eləyə bilərik? Məsələn, tutaq ki, kitab sözü tələffüzdə belədir. Kitab. Söz sonundakı B çar qarşılığı kimi tələffüz olunur. Amma biz buna saitlə başlayan şəkilçi artırsaq, bu olduğu kimi qalacaq. Kitabın artıq P kimi tələffüz olunmayacaq. Ona görə də cavab olacaq A bəndi. 75. Hansı sözdəki qalın, dodaqlanan, qapalı sait uzun tələffüz olunur? Qalın dodaqlanan, qapalı sait U-dur. O da uzun tələffüz olunur səbuhi sözündə. Səbuhi sözü belə tələffüz olunur. Səbuhi. O da olacaq B bəndi. 76. Hansı sözdə kar samitlər yanaşı gəlmişdir? Kar samitlər yanaşı gəlmişdir. Sözləri birinci tələffüzün yazırıq. Taxta sözü taxta kimi tələffüz olunur. B bəndində xəstə sözü xəstə yazılır, xəstə deyilir. D bəndində bitki sözü bitki yazılır, bitki deyilir.
Köçkün sözü də belə deyilir. Köçkün. Bir dənə 90 sözüdür. 90 sözünün yazışı və tələffüzü fərqlənmir. Baxaq, bizə deyir hansı sözdə çar samitlər yanaşı gəlib. Bu çardır, bu cinciltili, deməli A bəndi olmayacaq. Bu çardır, bu cinciltili, deməli B bəndi də olmayacaq. Tələffüz əsas götürülür. Yəni əgər yazılış üzərində olsaydı, burada çox variant ola bilərdi. Amma biz əsas tələffüzə baxırıq. Mütləq sözün düzgün tələffüzünü qeyd eləmək lazımdır. Bitişi sözündə də t çardır, c cinciltilidir. Deməli D bəndi də olmayacaq. Ç çardır, c cinciltilidir. Deməli E bəndi də olmayacaq. Amma 90 sözündə həm x çardır, həm də s çardır. Ona görə də olacaq 76-da C bəndi. 77-ci sual. 77. Uzun saitli sözləri müəyyən edin. Uzun saitli sözlər. İnşaat sözündə uzun saitli söz var. Əmtə sözündə uzun tələffüz olunan sait var. Məsələn, bunların hər ikisi qoşa saitli sözlərdir. Tələffüzdə qoşa saitlərdən biri düşüb, biri uzun tələffüz olunur. Mötəbər sözündə də ö uzun tələffüz olunur. Cavab olacaq 2, 5, 6. 2, 5, 6-da olacaq C bəndi. 78. Hansı dərəcədəki sözlərdə yalnız çar samitlər vardır? Yenə də sözlərin tələffüzünü yazmaq lazımdır. Yalnız çar samitlər var. Şikəst sözündə t düşür, şikəst kimi tələffüz olunur. Hafizə sözündə, sətir sözündə t var. R cinciltilidir, A bəndən çıxdıq. Yalnız çar samitlər var. Çıxış sözü olduğu kimi qalır, tələffüzü, çıxış. Hamısı çardır. Pətək sözü pətək yazılır, pətək deyilir. Xüst iştiriklə. Həsəd sözü də həsəd yazılır, həsəd deyilir. Cavab olacaq B bəndi, amma digər variantlarda niyə olmur, ona baxaq. Məsələn, çətir sözündə r var, cinciltilidir. Hafizə sözündə z var, cinciltilidir. Bizə lazımdır ancaq çar samit iştirak eləsin. Əlvida sözündə v var, d var, onlar cinciltilidir. Natiq sözündə n var, cinciltilidir. E bəndində məsələn, rəngli sözündə rəng, r var, n var, zərbə sözündə z var. Amma B bəndində sözün tələffüzünə əsasən götürürük də. Sözün tələffüzünə də əsasən götürüldüyümüz üçün cavab olacaq B bəndi. Mütləq tələffüz qaydalarına riayət eləmək lazımdır. Çünki elə söz var ki, yazılışında cinciltili samit var, amma tələffüzündə yoxdur. Tələffüz qaydaları vacibdir. 79. 79-da deyir, 79-cu sual görsənmir. 79-da deyir, hansı sözlərdə cinciltili samit özünün çar qarşılığı kimi tələffüz olunur? Baxaq sözlərə. Məsələn, Poladdan sözü Poladdan yazılır, Poladdan deyilir. Burada D cinciltili samiti T kimi tələffüz olundu, özünün çar qarşılığı kimi. Sonra azaddır sözündə azaddır kimi tələffüz olunur. Yenə də burada D, T kimi tələffüz olundu, özünün çar qarşılığı kimi. 2-4. Cavab olacaq 2-4. O da E bəndi olacaq. Digər bəndlərdə. Məsələn, möhtəşəm sözündə çar samit özünün cinciltili qarşılığı kimi tələffüz olunur. Vüqarlı sözü vüqarlı. Burada ümumiyyətlə cinciltili samitdir. Yenə də cinciltili samit kimi tələffüz olunur. Nəğməkar sözü də olduğu kimi qalır. Cavab olacaq 2-4. O da E bəndi. 78, 80. 80-də deyir, hansı sözlərdə yumşaq x səsi var. Xüst iştirik də deyə bilərik, yumşaq x da deyə bilərik. Məqsəd sözü k ilə tələffüz olunur. İqtidar sözü 2-3-ü çıxdıq. Bir də tikanlı sözü ç ilədir. 2, 3, 6-cı cavabları çıxdıq. Yerdə qaldı 1, 4, 5. 1, 4, 5 də olacaq A bəndi. 81-ci suala baxaq. 81-də deyir, cərgələrin birində bütün sözlərdə qapalı sait uzun tələffüz olunur.
Qapalı sait uzun tələffüz olunur. Cənubi sözündə cənubi u uzun tələffüz olunur. Müsibət sözündə i uzun tələffüz olunur. Qənimət sözündə də i uzun tələffüz olunur. Ona görə burada olacaq cavab E bəndi. 82. Hansı cərgədəki hər iki sözü saitlə başlanan şəkilçi artırdıqda ç-yı, q-ğı əvəzlənməsi baş vermir? Deməli, əsl Azərbaycan sözləri və yaxud milli mənşəli şəkilçili sözlərdən söhbət gedir. Bulaq sözündə əvəzlənmə baş verir, mexanik sözündə yox. A bəndin çıxdıq. B bəndində bioloq sözündə baş vermir, kəpənək sözündə isə baş verir. Ona görə B bəndində çıxdıq. C bəndində kələk sözündə baş verir, filoloq sözündə baş vermir. Ona görə C-ni də çıxdıq. E bəndində bayraq sözündə əvəzlənmə baş verir, amma texnik sözündə baş vermir. Amma D bəndində böyük sözü öz sözümüzdür. Böyük sözündə biz saitlə başlayan hər hansısa bir şəkilçi artıranda, məsələn, yiyəli çalın şəkilçisi. Böyükün olmaz ki, böyüyün olar. Deməli, burada ç-ya əvəzlənməsi baş verdi. Budaq sözünə də hər hansısa bir digər halın şəkilçisini artırıram. Məsələn, yönlü çalın. Budağa olmaz ki, budağı olar. Deməli, bu sözdə də q-ğı əvəzlənməsi baş verdi. Ona görə cavab olacaq D bəndi. Baxaq 83-cü suala. 83-də deyir, nümunələrin birində y səsi yoxdur. Böyük otaq. Birləşmələri yazaq, tələffüz eləyək. Görək hansında yoxdur. Sonra böyük otaq birləşməsində bu qayda belədir ki, əsl hansı ki biz qayda keçmişdik. X üstü iştiriklə tələffüz olunan sözlər, həmin sözlər əsl Azərbaycan mənşəli sözləri idi. Ya da ki, şəkilçi özümüzün, sözün kökü özümüzün olmasa da, şəkilçi özümüzün olanda, milli mənşəli şəkilçi olanda, həmin sözlərdə tələffüz zamanı ç samiti x üstü iştirik kimi tələffüz olunurdu. Bu sözlərə özündən sonra saitlə başlayan söz gələndə, məsələn, böyük sözü normalda belə tələffüz olunur. Böyük. X üstü iştiriklə tələffüz olunur da, düzdür. Biz bu sözə əgər özündən sonra saitlə başlayan söz artırsaq, buradakı ç tələffüzdə y kimi tələffüz olunacaq. Yazıda ç olacaq, amma tələffüzdə y kimi olacaq. Məsələn, bu söz belə tələffüz olunur. Böyük otaq. Ona görə burada y səsi var. Özdə 2 dənədir. Böyük, həm sözün ortasında var, həm sonunda var. Kömək etmək sözü də eyni qaydada. Kömək sözündən sonra gələn söz saitlə başladığına görə kömək etmək. Tələffüz transkripsiyanı açmışam burada. İndi bunun tələffüzünü yazaq bura. Kömək, özündən sonra gələn axı söz saitlə başlayır. Ona görə də burada olacaq kömək etmək. Deməli, özündən sonra gələn sözə mütləq baxmaq lazımdır. Bu qayda tələffüz üçündür. Yazıda elə olduğu kimi qalır. Yəni, necə yazılırsa elə yazılır. Amma tələffüzdə y kimi tələffüz olunur. Sonra ərik ağacı birləşməsində də yenə də ərik sözü özündən sonra gələn söz saitlə başladığına görə y ilə tələffüz olunacaq. Ərik ağacı. Çiçək ətrində də, çiçək sözü də yenə də öz sözümüzdür deyə, özündən sonra gələn söz də saitlə başladığına görə olacaq çiçək ətri. Deməli, A bəndində də, B bəndində də, C-də də, E-də də y samiti var. Tələffüzdə y səsi var. Amma iştirak etmək sözü, iştirak sözü alınma söz olduğuna görə ümumiyyətlə bu söz elə ç ilə tələffüz olunur. Həmin sözdə özündən sonra gələn sözdə heç bir təsiri olmayacaq. Yəni ki, elə olduğu kimi qalacaq. İştirak etmək. 83-də olacaq cavab D bəndi. 84. 84-də deyir, hansı sözlərdə incə saitlərin hamısı iştirak etmişdir. İncə saitlər E, Ə, İ, Ö, Ü.
Baxaq. Döyüşkən geyim. Ö də var, ü də var, ə də, e də, i də. Deməli 5-i də iştirak eləyib burada. 85. 85-də deyir, ahəng qanununa tabe olmayan sözlər zərcəsini müəyyənləşdirin. Ahəng qanununa tabe olmayan, vəfalı sözü ahəng qanununa tabe deyil, amma icibliklər xoşbəxtlik sözü, icibliklər tabedir, xoşbəxtlik sözündə pozulub. Deməli, bizə lazımdır ki, bütün sözlərdə ahəng qanunu pozulsun. Sonra, sakitlik sözündə ahəng qanunu pozulub, amma meşədə sözündə gözlənilib. Deməli, B bəndi də olmayacaq. Sonra baxırıq, şəhərlilər, bağbanlar sözündə ahəng qanunu gözlənilib, amma kitabça sözündə pozulub. Deməli, C bəndi də olmayacaq. Dünyada sözündə, sahibkarlıq sözündə ahəng qanunu pozulub, amma dənizçilər sözündə ahəng qanunu gözlənilib. Deməli, cavab D bəndi də olmayacaq. Amma baxırıq E bəndinə. Qəhrəman sözündə də ahəng qanunu pozulub. Kitabxana sözündə də pozulub. İradə sözündə də pozulub. Ona görə də 85-də cavab olacaq E bəndi. 86. 86-da deyir, səslərin sayı hərflərin sayından az olmaqla yanaşı, tərkibində uzun tələffüz olunan sait var. Əgər səslərin sayı hərflərin sayından azdırsa, deməli səs düşümü baş verib. Bu eyni cinsli qoşa saitli sözlərin tələffüzündə adətən özünü göstərir. Saitlərdən biri düşür, biri uzun tələffüz olunur. Məsələn, zoopark sözündə onlardan biri düşüb, biri uzun tələffüz olunacaq. Təbə sözündə ənin biri düşəcək, biri uzun tələffüz olunacaq. İnşaat sözündə ağlardan biri düşüb, biri uzun tələffüz olunacaq. Cavab olacaq E bəndi. 87. 87-də deyir, səslərin sayı hərflərin sayından az olmaqla yanaşı, tərkibində uzun tələffüz olunan sait var. Baxırıq yenə də eyni qoşa saitli sözlərə. Təəssüf, mətbə, zoologiya. 87-də də cavab olacaq D bəndi. Sonra 88. 88-də deyir, hansı dərəcədəki sözlərdə Q hərfi müxtəlif səsləri ifadə edir? Saqqız sözü belə tələffüz olunacaq. Saq, qız. Daha doğrusu deyir, Q hərfi 3 müxtəlif səsi ifadə edir. Saqqız olacaq. Sonra yaqut sözündə Q olduğu kimi qalacaq. Çünki sözün ortasında iki saitin arasında gəlib ona görə. Arıq sözündə belə olacaq. Arıq. X kimi, Q kimi, bir də X kimi tələffüz olundu. Əslində cavab elə A bəndidir. Amma digər bəndlərə də baxaq. B bəndində qəzet sözü var. Qəzet sözündə Q olduğu kimi qalacaq. Çünki sözün əvvəlində gəlib. Dayaq sözündə sözün sonunda gəlib. Əsl Azərbaycan sözüdür. X kimi tələffüz olunacaq. Dayaq. Uzaq sözündə də yenə də uzaq kimi tələffüz olunacaq. Burada Q, X, iki cür tələffüzü var burada. Daraq sözündə daraq olacaq. Daraq. Aşiq sözü alınmadı olacaq. Aşiq. Balıq sözündə də olacaq. Balıq. Sonra üfüq sözündə olacaq söz sonundakı Q, K kimi. Çünki alınma sözdür. Ərəb dilindən, ərəb fars dillərindən keçib. Çomaq sözü olacaq çomaq. Çomaq. Təqsir sözü də söz ortasında özündən sonra kar samit gəldiyinə görə olacaq K kimi. Təqsir. Təqsir. Sonra E bəndində qanun sözü sözün əvvəlində gəlib olduğu kimi qalacaq. Nöqsan sözü yenə də kar samitdən əvvəl gəlib. K olacaq. Nöqsan. 9 sözündə də yenə də qoşa samitdir. Birincisi K kimi tələffüz olunacaq. 9. Bizə deyir, 3 müxtəlif səsi ifadə eləsin. Burada K kimi tələffüzü var. Q kimi, bir də X kimi. Birincidə 3 cür tələffüz olunur. İkincidə B bəndində Q və X kimi tələffüz olunur. 2 cür tələffüz olunur. C bəndində daraq, aşiq, balıq.
X kimi, bir də K kimi tələffüzünə dair var. Burada da iki cür olacaq. Sonra D bəndində üfüq, K kimi, X kimi, burada da K kimi tələffüz olunub. Yenə də iki cür tələffüzünə aid nümunə var. Qanun sözündə Q kimi, nöqsan və 9 sözündə isə Q kimi, yenə də Q kimi. 2 dənə Q, 2 dənə Q, deməli burada iki cür tələffüzü var. Oldu cavab A bəndi. 89-da cavab oldu A. 90. 90-da deyir, biri fərqli vurğuya malikdir. Yazsalar sözündə vurğu sona düşür. Yazırlar. Burada şəxs şəkilçisi belə deyək də, A bəndində şərt şəklindədir. Şərt şəkli özündən sonraki hecaya vurğunu ötürə bilir. Yazsalar, yazsalar. B bəndində yazırlar, ikinci hecadadır. C bəndində yazıblar, ikinci hecadadır. D bəndində yazalar, ikinci hecadadır. E bəndində də yazmazlar, yenə də ikinci hecadadır. Amma A bəndində yazsalar, yazsalar axırıncı hecadadır. Ona görə olacaq 90-da A bəndi. Sonra 91. 91-də deyir, hansı sözdə vurğu birinci hecaya düşmür. Birinci hecaya düşməsin. Bilmirəm. İnkar şəkilçisi vurğu qəbul eləmədiyinə görə həmişə özündən əvvəlki hecada olur vurğu. Bilmirəm də birinci hecadadır. Gülmədi, yenə də inkar şəkilçisidir mamə. Ona görə də birinci hecaya düşəcək. Qəflətən birinci hecada. Büsbütündə də yenə birinci hecaya düşəcək. Amma lisenziya sözündə lisenziya ikinci hecada olacaq vurğu. 91-də olacaq C bəndi. 92. 92-də deyir, sözlərdən birinin vurğusu düzgün göstərilməyib. Baxaq. Pasport düzdür. Combine burada da düzdür. Galaktika düzdür. Bilsələr burada da düzdür. Təcili sözündə vurğu son hecaya düşməlidir. Burada isə ilk hecada göstərilib. Ona görə də cavab olacaq E bəndi. 93. Vurğunun yerini dəyişməklə mənasını dəyişən sözləri göstərin. Alın, bir var alın. Vurğu əgər sona düşürsə isim olur. Alın. Bir də var ki, vurğu əvvələ düşsün. Bunu alın. Almaq feili əmr şəklində işlənir. Qovurma sözü əgər isim kimi yemək adı bildirirsə, vurğu sona düşəcək. Məsələn, qovurma yedik. Amma əgər olsa, məsələn, əti qovurma, hərəkətin inkarda olduğunu bildirirsə, onda düşəcək ikinci hecaya vurğu. Dimdik sözü, bir var quşun dimdiyi, burada sona düşür vurğu. Bir də var ki, o ayaqda dimdik durmuşdu. Zərf kimi işlənəndə vurğu düşür birinci hecaya. Ona görə də 93-də cavab olacaq A bəndi. 94-cü sual. 94-də deyir, hansı zərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür. Traktor. Traktorda ilk hecaya düşür, amma orden sözündə ikinci hecaya düşür. Ona görə A bəndini çıxdıq. Tarix. Tarixdə sona düşür. Kimya. Kimyada əvvələ düşür, tarixdə sona düşür. Bizə lazımdır bütün sözlərdə ilk hecaya düşsün. Dünən. Gömgöy, tərtəmiz. Gömgöy və tərtəmiz sözləri sifətin çoxaltma dərəcəsindədir. Bu yolla düzələn sifətlərdə vurğu ilk hecaya düşür. Dünən sözü isə zərfdir və bu sözdə də vurğu birinci hecaya düşür. Ona görə də 94-də cavab olacaq C bəndi. 95. Cərgələrin birində sözlərdə səslərin sayı hərflərin sayından az olmaqla yanaşı, tərkibində uzun tələffüz olunan sait var. Bu, eyni cinsi qoşa saitli sözlərin tələffüzünə aiddir. Deməli, hərflərdən, qoşa saitlərdən biri düşür, biri uzun tələffüz olunur. Səs düşümü hadisəsi baş verir. Ona görə səslərin sayı hərflərdən az olur. Məsələn, saat sözündə 4 hərf var, amma tələffüzündə 3 səs var.
Bir də tərkibində uzun tələffüz olunan sait var. Biri düşüb, biri uzanır. Ona görə də 95-də olacaq C bəndi. 96. 96-da deyir, sətirdən sətrə keçirmək üçün hecalara düzgün ayrılmamış sözləri müəyyən edin. Burada cavab olacaq, deməli, bədii sözü sətirdən sətrə keçirilə bilməz. Ana sözü sətirdən sətrə keçirilə bilməz. Ona görə də cavab olacaq 1-4. O da olacaq D bəndi. 97. Vurğusu ilk hecaya düşən sözləri müəyyən edin. Qardaş sözündə sona düşür, E bəndin çıxdıq. Çiçək sözündə sona düşür, D bəndin çıxdıq. Qubar sözündə sona düşür, C bəndin çıxdıq. Düstur sözündə də sona düşür, A bəndin çıxdıq. Şifer, təptəzə, linza. Cavab olacaq 97-də B bəndi. 98. 98-ci sual görsənir. 98. T ilə yazılıb, D ilə tələffüz edilən sözlərin zərcəsini müəyyən edin. Taxta sözü D ilə tələffüz olunur, amma avtomat sözü yox. Avtomat sözündə V, F kimi tələffüz olunur. Burada olacaq, stadion sözündə də S, T birləşməsi dəyişməyəcək. Mütəkkə sözündə ümumiyyətlə T iki saitin ortasında gəlib deyə heç bir tələffüz fərqi yaranmayacaq. 30 sözündə də həmçinin. Burada cavab olacaq dəftər, astar və yastıq sözləri. Dəftər sözü belə tələffüz olunacaq. Dəftər. Astar sözü belə tələffüz olunacaq. Astar. Yastıq sözü isə yastıq kimi tələffüz olunacaq. Yastıq. Ona görə də cavab olacaq 98-də C bəndi. 99-cu sualda deyir, saitlə başlanan şəkilçisi artırarkən q samiti q samitinə keçmir. Bu qayda alınma sözlərə aiddir. Ona görə də cavab olacaq A bəndi. Əxlaq sözü. Əxlaq sözü ərəb fars dillərindən keçib deyə söz sonundakı q, k kimi tələffüz olunur və saitlə başlayan şəkilçisi artıranda da heç bir dəyişiklik baş vermir. Amma digər sözlər əsl Azərbaycan sözləridir. Bu sözlər tələffüzdə x kimi tələffüz olunur və özündən sonra saitlə başlayan şəkilçisi artırdıqda yazıda və tələffüzdə q əvəzlənməsi baş verir. 100. 100-cü sualda deyir, ahəng qanunu kökündəki son hecaya görə pozulan sözləri müəyyən edin. Ahəng qanunu kökündəki son hecaya görə pozulan sözlər. Deməli, paralel sözündə ahəng qanunu pozulub. Summativ sözündə summa sözünə deməli qalın saitli sözdür. İnce saitli şəkilçisi artırılıb, pozulub burada. Deməli, uşaqlar, üzrü sayın, suala səhv izahla başladım. Deməli, bizdən soruşur ki, ahəng qanunu şəkilçiyə görə yox, sözün kökünə görə pozulsun. Yəni ki, bir var sözün sonu qalın saitlə bitir, ona incə saitli şəkilçisi artırasan, ahəng qanunu pozulsun. Bir də var ki, sözün tərkibində, yəni söz kök və şəkilçiyə ayrılmır, sadə sözdür və sözün kökündə elə bir şey olsun ki, ahəng qanunu pozulsun. Məsələn, burada tələbkar sözünü götürə bilmərik, çünki tələbkar sözü kök və şəkilçiyə ayrılır. Qanuni sözündə götürə bilmərik, qanun, qanuni, kök və şəkilçiyə ayrılır. Bizə lazımdır ki, sözün kökünə aid olsun. Elə bil ki, son heca sanki şəkilçidir. O son hecaya uyğun olaraq 1 ilə 6-cı cavabları çıxdıq. 1 ilə 6-cı cavabları çıxanda bir də 7-ci çıxdıq. Çünki burada ahəng qanunu pozulmayıb deyə ümumiyyətlə bunu çıxdıq. 7-ni, 1-i, 6 və 7-ci cavabı çıxdıq. Yerdə qaldı cavab A bəndi 2, 3, 5. 2, 3, 4, 5. 101. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Bütün saitləri eyni xüsusiyyətlərə malikdir.
mənşə sözün verib. Biz bu sözə əsasən digər sözləri tapmalıyıq. Mənşə sözündəki saitlər ə saitidir. İncədir, dodaqlanmayandır. Bir də açıqdır. Ənin xüsusiyyətləri incədir, dodaqlanmayanda açıqdır. Bizə də lazımdır incə dodaqlanmayan açıq saitli sözləri tapmaq. Məsələn, bağçayadır sözündə qapalı sait var, qalın sait var, üçü çıxdıq. Ənənəvi sözündə də i var, i qapalı saitdir. Amma mehtərlər, ev bəyev, əliyətən sözündə deməli incə, dodaqlanmayan, bir də açıq sait olduğuna görə 1, 2, 4 olacaq cavab. O da olacaq D bəndi. 102. 102-də deyir, hansı sözlərin yalnız ilk hecasının tərkibində, ilk heca. İlk hecasının tərkibində açıq, qalın, dodaqlanmayan sait var. Açıq, qalın, dodaqlanmayan sait o saiti olacaq. O saiti də olacaq. Deməli, ikinci söz də olacaq. Dördüncü söz də ilk hecası. Bir də altıncı söz də. 2, 4, 6 da olacaq D bəndində. 103-cü sual. 103. 103-də deyir, son 3 səsinin tələffüzü eyni olan sözləri müəyyənləşdirin. Son 3 səsinin tələffüzü. Tələffüz qaydalarını yazaq. Qarşıdan sözü elə qarşıdan kimi tələffüz olunacaq. Yollarla sözü yollarla kimi tələffüz olunacaq. Qarşıla sözü elə qarşıla kimi tələffüz olunacaq. Sonra aramla sözü aramla kimi tələffüz olunacaq. Aramla. Tufandan sözü çıxışı qalın şəkilçisidir. Sonu n-mı samitləri ilə bitən sözlər artırılanda nan-nən kimi tələffüz olunur. Tufandan kimi tələffüz olunacaq. Dayanmadan sözü də elə dayanmadan. Dayanmadan sözün bizə də lazımdır son 3 səsi tələffüzü eyni olan sözlər olsun. Son 3 səsi aramla sözü, tufandan sözü, bir də yollarla sözündə eynidir. 2, 4, 5. 2, 4, 5 də olacaq D bəndi. Sonra 104. 104-də deyir, tərkibində çar samitlərin sayı çox olan sözlərdir. Çar samitlərin sayı çoxdur. Sözlərin tələffüz qaydasını yazırıq əvvəlcə. Tokka sözü belə tələffüz olunacaq. İxtira sözü ixtira. Simit sözü simit. Ustadan sözü ustadan. Çobut sözü çobut. Doşap sözü doşap. Belə tələffüz olunacaq. Baxaq görək hansı sözlərdə çar samitlər çoxdur. T, k. Bu ikisi də çardır, bu cinliltilidir. Biri olacaq 1. Ç, t, çobut sözü olacaq. Biri olacaq 5. İxtira sözündə d, r cinciltilidir deyə ixtira sözü olmayacaq. Simit sözündə s və ç samitləri deməli olacaq. Çar samit. Ona görə 3 olacaq biri. 1, 3. Doşap sözündə d cinciltilidir. Ş ilə p çardır. Burada bir də 6 olacaq. 1, 3, 5, 6. 1, 3, 5, 6 da olacaq cavab C bəndi. 105. Nöqtələrin yerinə hansı ifadələr yazılsa, yaranan cümlənin tərkibində çar samit olmaz. Deməli, hansı söz yazılsa, yaranan cümlənin tərkibində çar samit olmaz. Deməli, əriş sözündən sonra gələn sözlər əriyir deyir.
saitlə başlayan sözlər gələcək. Onlar da olacaq əriş sözünün sonundakı samit, ç samiti y kimi tələffüz olunacaq. Ərik iridir, ərik aldıq, ərik ağaclarında. Bütün hamısında y kimi tələffüz olunacaq. Bizə deyir ki, çar samit olmasın tərkibində. Ərik iridir olsa, birincidə əgər iridir sözün qoysaq, tələffüz belə olacaq. Ərik iridir. R, y, burada da r-dır, hamısı cinciltilidir. Çar samit yoxdur. Deməli, bir uyğun gəlir. Ərik, əzik ola bilər. Burada da yoxdur. Çar samit. Deməli, 2 də uyğun gələcək bura. Ərik aldıq birləşməsində belə olacaq. Ərik aldıq. Axırdakı q, x kimi tələffüz olunacaq. Ona görə çar samit olacaq deyə 3 olmayacaq. Ərik irili xırdalıdır. İrili xırdalıdır sözündə də x var. 4 də olmayacaq. Ərik ağaclarında. Ağac sözündən sonra gələn şəkilçi samitlə başladığına görə ağaçlarında olacaq. Ona görə də burada da çar samit olacaq. Elə cavab olacaq 1-2. B bəndi. Sonra 106. 106-da deyir, sözlərdən birinin ilk hecasındakı sait uzun tələffüz olunur. Vurğu ikinci hecaya düşür. Baxaq. Vurğu ikinci hecaya düşür. Məcburən sözündə sona düşür. Məlumat sözündə də. Fauna. Fauna sözündə ikinci hecaya düşür, amma uzun tələffüz olunan sait yoxdur. Xaincəsinə, xaincəsinə. Casına-cəsinə zərf düzəldən leksik şəkilçi vurğu qəbul eləmir. Burada da A uzun tələffüz olunur. İlk hecasındakı sait uzun tələffüz olunur. A. Vurğu da düşür ikinci hecanın üzərinə. Casına-cəsinənin üzərinə düşmür. Ona görə 106-da cavab olacaq A bəndi. 107. 107-də deyir, vurğusu ikinci hecaya düşən sözləri müəyyən edin. Novruzgülü, Novruzgülüdə sona düşür. Fikrimcə, fikrimcədə düşür ikinci hecaya. Biri olacaq 2. Sənətçi, sənətçi sözündə sona düşür vurğu. 3'ü çıxdıq. Tumurcuq, tumurcuq sözündə də sona düşür. Bir də ürəklə söz, ürəklə sözü ürəklə kimi tələffüz olunur. Ürəklə ikinci hecaya düşür. Biri cavab olacaq 2, biri də olacaq 5, o da olacaq A bəndi. 108. Hansı sözdə hecalardan ikisi 2 şəkilçidən ibarətdir. Sual biraz qəliz sualdır. Əslində qəliz deyil, sadəcə biraz düşündürücüdür. Hecalardan ikisi 2 şəkilçidən ibarətdir. Deməli, salamlaşdıq. Salamlaşdıq. Sözü 3 şəkilçiyə ayıraq. Salam sözün köküdür. Salamla, salamlaş, salamlaşdı, salamlaşdı. Çox güman ki, cavab elə bu bənd olacaq. Çünki digər şəkilçilər tərkib hissələrinə ayrılmır. Bunlar tərkibində ayrılır. Məsələn, salamla, salamlaş, salamlaşdı, zaman şəkilçisi, salamlaşdı, şəxs sonluğu. 108-də cavab olacaq E bəndi. 109. 109-a baxaq. 109-da deyir, hansı bəndlərdəki sözlərdə ç, y, qığı əvəzlənməsi baş verir. Şərik və şəfəq sözləri alınma sözdür. 1-dən 3'ü çıxdıq. Cavab oldu 2 və 4. Açıq sualdır. 110-da deyir, Eylerven diaqramına əsasən qapı sözündəki saitlərlə bağlı doğru fikirləri müəyyən edin. Deməli, A, qalın, açıq, dodaqlanmayan. Əvvəl xüsusiyyətini yazaq bura. I da qalındır. Qapalı, dodaqlanmayan. İndi baxaq.
Bu kəsən yerə, kəsən diaqramlara ortaq xüsusiyyəti yazılmalıdır. Birinci sait, yəni A saiti qalındır. Qalın sözü hər ikisinə aid olduğuna görə bu ortaq xüsusiyyət olmalıdır. Ona görə bu ortada olmalı idi. Biri götürə bilmərik. Bir səhvdir. 2-də deyir açıqdır. Bu həqiqətən də birinci saitə aid olduğu üçün biri olacaq 2. Biri olacaq 2. Sonra ortaq cəhətlər dodaqlanmayandır. Hər ikisi dodaqlanmayandır. Bu düz olacaq. 2, 3. İkinci saitə deyir qapalıdır. Bu da düzdür. 2, 3, 4. Uzun tələffüz olunur. Bu səhvdir. Elə cavab olacaq 2, 3, 4. 111. 109'da 109'u qeyd eləmişik. 2, 4. 110'un sualın nömrəsini qeyd eləməmişəm bura. Hansı sözlərdə 2 sait, 2 açıq sait var? 2 açıq sait. Yenə də tələffüz üzərində yazırıq. Burada rayihə, məd6, zəhmətkeş yazışı ilə tələffüzündə əsas fərq yaradan sözlər baxçıya sözüdür. Bir də yaşayan sözüdür. Yaşayan yazılır, yaşayan deyilir. Bunu ona görə yazdım ki, qarışdırmayaq. Çünki ilk baxışda elə görünür ki, bunlar hamısı açıq saitdir, amma tələffüzündə fərq var. Bu sözləri yazandan sonra cavabı tapmaq daha asan olacaq. 2 açıq sait var. 2 açıq sait var. Birinci sözdə məd6 sözündə 3 açıq sait var deyə 2-ni çıxdıq. Sonra yaşayan sözündə var 2 açıq sait. Biri qapalıdır. Biri olacaq 3. Zəhmətkeş sözündə 3-dən nədir? 4-ü çıxdıq. Baxçıya sözündə də var. Baxçıya sözündə də A, I qapalıdır. Təəccüb sözündə də tələffüz zamanı ənin biri düşdüyünə görə təəccüb sözünü götürmürük. Cavab olacaq elə 1, 3, 5.